Salam aleyküm değerli dostlar. Kur'an'dan bir misal getirmek istedim bugün size. El arasında ve ben uşaq ikən çox eşitdiyim bir anlayış idi bu. Siz de eşitmiş olarsınız. Hurilerin verilme anlayışı o dünyada. Güya bize, insanlara bu dünyada eğer kim zina etməsə, belə anlayışlar var. O dünyada həmin insana 1, 10, 5, 15 dənə huri verəcəyi barədə və onlarla üzr istəyirəm, cinsi əlaqədə girəcəyi barədə anlayışlar, söhbətlər, bu nağılları biz eşitmişik. Uşaqlıq yaşdan bəri bunları mən eşitmişəm. Və Qur'an-ı Kərimdə Nəbə surəsində də belə tərcümə səhvənə yol veriblər ki, Qur'an ailə içərisində oxunan kitabdır. Görmüsünüz bəlkə filmlər veriləndə qabağında plus 18 yazılır. Nəbə surəsi oxumadan qabağında plus 18 mi yazılmalıdır? Ərgənlik dövründən yuxarılar mı oxumalıdır bu? Belə anlayış var mı? Nəbə surəsinin son ayələrində belə tərcümə veriblər ki, o dünyada hurilər var. Həmin hurilər də, üzr istəyirəm, sinəsi qabarmış, tumurcuqlanmış sinəsi olan qızlar kimi tərcümə veriblər. Və bu tərcümə səhv tərcümədir. Belə tərcümə ola da bilməz. Çünki bu dünyada Allah Teala bizə nəyi haram eləyibsə, o dünyada haramdır. Əgər bizə bu dünyada zina haram eləyibsə, o dünyada hurilərlə cinsi əlaqə olarmı? Olmaz əlbəttə. Həmin Nəbə surəsində tərcümə eləyərək verilən huri anlayışı, hurilər vardır, canlılardır. Onlar bizim xidmətimiz üçün olacaq canlılardır. Cinsi əlaqə üçün deyildir. Bir insan əgər cənnətdədirsə, fərz eləyin, qarson kimi sizin istəyinizi tamamlamaq üçün, sizin xidmətiniz üçün olacaq canlıları bugün götürüblər ki, bugünə qədər də belə götürüblər. Güya cinsi əlaqədə istifadə etmək üçün kişilərə veriləcək müxtəlif hurilər kimi anlayışları irəli sürürlər. Hətta bugün də bu anlayışlar var və bunun barəsində Qur'an-ı Kərimdə bu hurilər haqqında bizim xidmətimiz üçün veriləcək canlılar barədə Qur'an bizə xəbər eləyir. Ancaq küllü miqdarda hədislər var ki, orada bayaq dediyim kimi cinsi əlaqədir, odur, budur olacaq. Və bu dünyada haram olan şeyi Allah niyə qiyamətdə axırda öldükdən sonra bizə haram eləsin və bu dünyada haram olan şeyi niyə halal eləsin? Şərab qədəhləri olacaq deyir, şərablar içəsiyik deyir. Allah Teala bu dünyada haram etdiyinə görə qiyamətdə axır dönüşdə öldükdən sonra bu dünyada yenidən diriliş vaxtı Allah kimi cənnətlə, kimi cəhənnəmlə müjdələdiyi anda cənnətdə Allah Teala bu dünyada haram etdiyi şərabı niyə halal eləsin? Bu nə anlayışlardır? Ərəblər şərabı bizim sok dediyimiz anlayışda istifadə edirlər. Kompot dediyimiz anlayışda istifadə edirlər. Şərab deyiləndə o spirtli içki orada nəzərdə tutulmur. Şərab, sok içirsən, kompot içirsən. Həmin şərab deyirlər onlar. Bunlar da götürüb deyirlər ki, şərab içəcəyik. Orada içki kimi, sərxoş edici içki kimi bəzən götürürlər onu. Allah bu dünyada bizə nəyi haram eləyibsə, öldükdən sonra da həmin şeylər bizim üçün haram olacaqdır. Və huri anlayışı da ağlınızda olsun ki, yenə ağlınız qarışacaq. Bugünə qədər biz o dünyada huri gözləyirdik. Bugün gəlməyəcəklərmi? Əlbəttə gəlməyəcəklər və olmayacaq. Hurilər olacaq. Əgər siz Allah'ın dediği kimi sadiq müsəlman olsanız xidmətiniz üçün hurilər veriləcək. Ancaq cinsi əlaqə üçün yox, sizin xidmətiniz üçün. Necə ki toya gedirsiniz, adi bir misal deyim.
ya da istoya gedirsiniz və yaxud da digər bir yerə gedirsiniz, oturursunuz, deyirsiniz, onu gətir buna, bunu ver, onu al. Həmin xidmət üçün yanınızda insanları görübsünüzmü? Ya da samolyotda uçursunuz, gəlir stüardessa gəlir ki, nə istəyirsiniz, yemək istəyirsiniz, yastıq istəyirsiniz uzanmağa və yaxud da içməyə nəsə istəyirsinizmi? Xidmətiniz üçün orada stüardesslər mövcuddur. Və bu dünyaya mən qiyaslamıram onu. Prosta insanların ağlına daha yaxşı otursun deyə misallar çəkirəm belə. Bizim bu xidmətimiz üçündür həmin hurilər. Cinsi əlaqə üçün deyildir və zina üçün deyildir. O dünyada bizim xidmətimizə veriləcək olan canlılardır. Və aleykum və salam və rəhmətullahi və bərəkatuhu.